Mən Rəhimova Vəfa, onkoginekoloq. Bu gün xanımlarımızı HPV virus haqqında məlumatlandırmaq istəyirəm. Yəni bir çoxları maraqlandıran mövzudur. HPV nədir və necə keçir? HPV virusunun, yəni daşıyıcısı bir çox xanım ola bilər, bir çox bəy ola bilər, lakin bu özünü heç ilə biruzə vermədiyinə görə çox vaxt gecikmiş formada rastlaşırlar. 100-dən çox növü var, lakin bəzi növləri, cinsəl yolla keçən növləri onkoloji xəstəliklərə gətirib çıxara bilir. Bunlar hansı ki, xanımlarda vulvanın xərçənginə, uşaqlıq boynu xərçəngi, genital bölgə nahiyəsi xərçəngi, kişilərdə isə penisin xərçəngi və bir sıra xərçəng növlərini gətirib çıxarır. Bu əsasən müayinə zamanı həkim tərəfindən aşkarlanır. Bəzən kiçik ziyillər şəklində olur dəri səthində. Bəzən də sıyırıntı yaxma ilə HPV-nin növünü aşkarlayırıq. Bundan qurtulmaq olarmı? Bəli, təbii ki. Vaxtında əgər aşkarlanarsa, müayinə olunur, pasient müalicə olunur və demək olar ki, 90% hallarda pasientlərdə tam sağalma olur. Buna görə də HPV virusunun, papilloma virusunun özünün peyvəndləri var. Yəni ailə quran gənc xanımlarımıza məsləhət görürəm ki, ailə qurmazdan öncə müayinədən keçmək və papilloma virusuna görə, HPV-yə görə peyvənd olunmaları məsləhətdir ki, gələcəkdə ailə qurandan sonra ana olan zaman, yəni bu virusla qarşı-qarşıya qalmasınlar və keçmə təhlükəsindən özlərini mühafizə eləmiş olsunlar.